Salam Allahverdi bəy. Aleyküm selam. Hoş gördük. Hoş vaktiniz olsun. Necəsiz? Sağ ol, sizi gördüm ya. Çəkiliş bayramı da bilirsiniz. Bir çəkilişi finalına hələ çox var. Bugünkü çəkiliş bitir. Ama növbəti seriyada inşallah daha güzel olacak. Biz birinci növbədə təşəkkürümüzü bildiririk. Bu Çok sağ olun. rola razı olduğunuz için və bilmək istəyirdik ki, siz Evimdəki Düşmən serialında hansı obrazdasınız və obrazınızdan nə dərəcədə razı qaldınız? Ata ümumiyyətlə qayğı keş olmalıdır da belə. Mən də bu Evimdəki Düşmən serialında ilk dəfə olaraq ata rolu oynayıram. İlk dəfə, ilk Bəli, dəfə ata rolu bəli, birinci dəfə. Və mənim atam. Mənim Bəli, atam. sizin atanız. Hə. Yani bu ilk rol olmağına yanaşı çok əziz bir roldu. Çünkü ben mənfi qəhrəman az oynamışam. Həmişə humoristik rollar oynamışam, komedi oynamışam vaxtilə kimlərlə 50 ildir bu sahədəyimdə. Yani bunların hamısını unudub demək istəyirəm ki, mən çox şad oldum ki, siz məni dəvət elədiniz. Və ssenari göndərəndə mən oxudum bu kişi Dəryaymış, nə qədər. Yani əsl atadır, evladını başa düşən atadır, ailəsini duyan atadır. O güzel bir obrazdır. Mən xoşum gəldi. Eldar mənim qardaşımın adı, böyük qardaşım. Aa, nə gözəl. Çok güzel. Bəs tərəf müqabilləriniz haqqında nə düşünürsünüz? Bir Bənazər xanım var orada. Vaniza. Siz Bənazər xanımdan. Bənazər xanım çok güzel, çok təbii. Öz-özümə fikirləşdim ki, bu xanımı niyə başqa kanallarda gedən seriallara dəvət eləmirlər. Düşüncəsi, ağlı, savadı, boyu, buxunu, gözəlliyi hamısı yerində. Ümumiyyətlə hər hanı öz payı var. Bu tamaşada hamının ayrı-ayrı adlarını bilməsəm də mən hamını təbrik edirəm. Can sağlığı arzulayıram və çoxlu gözəl tamaşalarda oynamaq arzulayıram. Teşekkür edirik. Bir dənə də son olaraq rejissorumuz haqqında fikrinizi bildirəsiniz və bu layihə haqqında fikrinizi bildirəsiniz. Bu da ilk dəfə bir İlkler yaman çoktu. Yani Biz ilklere imza. online rejisörlük bu her adama kısmet olmur. Evet. Ama Ruslan çok büyük yüreğe malik olan bir insan. Ona can sağlığı arzulayar. Siz həqiqətən də bu filmdən, Evimdəki Düşmən serialının ikinci bölümü ilə ilkə imza attınız. Həm ilk ata rolu olaraq və mənim də ilk ata təcrübəm idi ata rolu olaraq. Mənə bildirdiyiniz fikirlərə görə sizə çox təşəkkürümü bildirirəm. Değmez. Ben Çok rahat oldum çok sizinle. sağ Həqiqətən olun. tərəf müqabili olduğuna. Çok Kamera teşekkür arkasında ederim. olan insanlara da buradan təşəkkür edirik. Sağ İsmail olsun, bəyə, Rüfət sağ bəyə, olsun. prodüserlərimizə Bəli, təşəkkürümüzü bəli. bildiririk. Sağ olun. Rahat oldum. Var olun. Sağ olun.